Hər kəs salamlayıram. Bu videoda rasional ədədlərlə bağlı bir sualın həllinə baxacağıq. Gəlin vaxt itirmədən suala keçid eləyək. Deməli, belə bir bərabərlik verib. Deyir, bu bərabərliyə əsasən x üstəgəl y üstəgəl z-in qiymətini tapın. Əvvəlcə gəlin bu bərabərliyi analiz eləyək. İndi bizə x, y, z müsbət tam ədədlər verilib. Yəni, bunlar bir natural ədəddir. Sonra baxanda görürük. Baxın, y birdən böyük bir ədəddir, düzdür? Yəni, birdən böyük bərabər. 1 də ola bilər, birdən böyük, yəni hansısa bir natural ədəd də ola bilər. İndi z naturalı olduğuna görə bu ifadə birdən kiçik, sıfırdan böyük bir ədəddir. Yəni, 0 ilə 1 arasında olan ədəddir. Deməli, nə əldə edirik? Bu ifadə birdən böyük hansısa bir ədədə bərabərdir. Gəlin bunu yazaq. Deməli, y üstəgəl 1 bölü z üstəgəl 1 birdən böyükdür. Düzdür? İndi mən bunu məxrəcə atsam, 1 bölü kimi yazsam, y üstəgəl 1 bölü z plus 1, onda bu bərabərlik işarəsi əksinə dəyişəcək. Bərabərsizlik işarəsi kiçikdir 1 olacaq. Hər tərəfi 5-ə vursam, 5 bölü y üstəgəl 1 bölü z üstəgəl 1 kiçikdir 5 əldə eləyəcəyik. Yəni, nə əldə elədik? Bu ifadənin qiyməti 5-dən kiçik imiş. X-in hansı qiymətində bu ifadə 5-dən kiçik bir natural ədəd olur? X-in 4 qiymətində. X 4 qiymətini alanda bu ifadə 4-ə bərabər olur. 4 də 5-dən kiçikdir. X 5 olanda isə bu ifadə mənfi bir ədədə bərabər olur. Bu isə bizim şərtimizə uyğun deyil. Çünki y və z müsbət olduqlarına görə alınan yekun ifadə də müsbət bir ədəd olmalıdır. Tam ədəd olmalıdır. Deməli, onda nə əldə elədik biz? X bərabərdir 4 şərtində 24 minus 5x 4-ə bərabər olur. Onda biz necə yaza bilərik bunu? 5 bölünsün y üstəgəl 1 bölü z plus 1 bərabərdir 4. Sonra y plus 1 bölü z üstəgəl 1 bərabərdir 5 bölünsün 4. 5 bölü 4-ü də biz 1 üstəgəl 4-də 1 kimi yaza bilərik. Buradan da çıxır y bərabərdir 1, z bərabərdir 3. Z 3 olanda 3 üstəgəl 1-də 1, 4-də 1-ə bərabər olur. Y 1 olanda da bərabərlik ödənir. Bunlar uyğun olaraq bir-birinə bərabər olur. İndi biz x-ı da 4 tapmışdıq. Bunların cəmi də bizə 8 cavabını verəcək. Bu qədər. Sağ olun.